Qarlı yağışlı havalarda sürücülərin avtomobildə diqqət edəcəyi əsas məqamlar var. Onlardan biri də əyləc sisteminə qulluqdur. Lakin əksər sürücülər heç nə olmaz deyərək avtomobili idarə edirlər, sonda da ciddi problemlərlə üz-üzə qalırlar. Buna görə də əyləc sisteminə qulluq mütləq qaydada vacibdir. Ən əsası yağışlı, qarlı havalarda avtomobili təhlükələrdən qoruyan əyləc sistemini yoxlatdırmağı bəzi sürücülər özünə çətin iş hesab edir. Bu isə maksimum 30 dəqiqə vaxt tələb edən bir işdir. Ən əsası isə təhlükəsizliyimiz üçün vacibdir. Baş Dövlət Yol Polisi İdarəsi mütəmadi olaraq bu və ya digər səbəblərdən nasaz avtomobillərlə yola çıxan sürücülərlə bağlı profilaktik tədbirlər görür. Avtomobil texniki cəhətdən saz formada istismar olunmalıdır. Tormoz sistemi, yanacaq və mühərrik sistemi daim diqqət mərkəzində saxlanılıb yoxlatdırılmalıdır. Bu sürücünün həm özünün, həm də digər hərəkət iştirakçılarının mənzil başına rahat və təhlükəsiz şəkildə gedib çata bilməsi üçün vacib şərtdir. Bir daha nəqliyyat vasitələrinin sahiblərinə və sürücülərinə müraciət edərək, onları istifadələrində olan avtomobillərə vaxtında texniki qulluq göstərməyə, sazlığından əmin olmadıkları nəqliyyat vasitələrinin istismarından çəkinməyə çağırırıq və bu kimi səhlənkarlıqların sonlarda ağır nəticələrə səbəb ola biləcəyini bir daha xatırladırıq. Nasazlıq nəqliyyat vasitələrində müxtəlif səbəblərdən yaranır. Xüsusilə də əyləc sistemində yaranan problemlər çox vaxt təhlükələrə yol açır. Ustalar deyir ki, soyuq havalar olduğundan yola çıxmazdan əvvəl bir neçə dəfə əyləci yüngül sıxmaq lazımdır. Bu nəm disklərin səthini təmizləyir. Bu bizim olan bir aparatımızdır. Bir çox ustalarda bu aparat var. Burada faiz dərəcəsi ilə göstərilir. Gördüyünüz ki, əyləc sisteminə salarkən 2,1% göstərilir və 1,9%. Bu normal göstəricidir. Yəni 2%-ə qədər normal göstəricidir. 2%-dən yuxarı olarkən artıq əyləc mayesinin dəyişilməsi tövsiyə olunur. Əsas olaraq da əyləc mayesinə və askı sistemdə əyləc bəndlərinə diqqət etmək lazımdır. Çünki onlar bizim təhlükəsizliyimizə ən böyük rol daşıyır. Mütəxəssislər də bu fikirdədir. Deyirlər ki, hətta adi xırda detalın belə nasazlığı yollarda ciddi problemə səbəb ola bilər. Saxta, qeyri-orijinal ehtiyat hissələrindən istifadə və yaxud da uzun müddət servis xidməti və yaxud da özlərinin hər hansı bir texniki xidmət göstərməməsi bir çox hallarda yol nəqliyyat hadisələrinə səbəb olur. Düşünürəm, sürücülər bunun məsuliyyətini dərk eləməlidir. Çünki əyləc yol nəqliyyat hadisələrində vəziyyətdən çıxmaq üçün ən önəmli bir vasitədir və eyni zamanda sükan idarə etmə mexanizmi. Əyləc sistemi işləmədikdə avtomobili dayandırmaq mümkün olmur. Bu da nəqliyyat vasitəsinin digər hissələrinə də zərər verir. Müasir avtomobillərdə isə əyləclər elektron sistemlərlə dəstəklənir. Bu sistemlərdəki sensora və idarəetmə bloklarının sıradan çıxması əyləcin funksionallığını poza bilər. Ələkbər Salih, Vahid Zalov, Telesəhər.